Bizim indi hal-hazırda yəni gələcəyə fikrimiz var. Bir film var. Filmlər bir yox, bir neçə film layihələri var. Hansında ki mən də iştirak edəcəm. Yəni mən də orada üzr istəyirəm belə göz eləyəcəm. Sizin dəstəyinizi istəyirəm ki, siz bizə dəstək olasınız. Mənim gənc yoldaşlarıma, dostlarıma, əməkdaşlarıma dəstək olasınız. Salam əziz izləyicilər, kanalımızın ilk videosunda xüsusi bir qonağımız var. Bu qonaq demək olar ki, az bir müddətdə Azərbaycanda, Bakıda bir çoxlarının sevimlisi olan, 7-dən 77-yə hər kəsin sevimlisi olan Eldar dayıdır. Salam Eldar dayı. Aleyküm salam, aleyküm salam. Xoş Necəsiz? Sağ olun, çox sağ olun. Allah razı olsun. Bugünkü videomuzun məqsədi tostçu Eldar dayının 30 illik fast food sahəsində olan uzun, belə deyək, bir keşməkeşli yol haqqında olacaq. Eldar dayı işlədiyi məkanlar haqqında, bu tostçu Eldar dayı necə belə qısa bir zamanda tanındı, məşhurlaşdı. Bu barədə həm bizə, həm də ki izləyicilərimizə məlumat verəcək. Hazırsınız Eldar dayı? Hazıram. Buyurun. Getdik onda. Buyurun. Hə Eldar dayı. Biz sahil bağının ərazisindəyik. Hamı yəqin hamı üçün tanış bir məkandır. Keçmişdə 26'lar bağı sayılırdı, sonra dəyişildi, adı oldu Sahil bağı. Mən öz fəaliyyətimi buralarda başladım. Yəni bu ərazidə və birinci məkanı indi yerimizi göstərəcəm sizə. Hansı işlə mən fəaliyyətimi başladım fast food sistemində və başqa bir yerlərdə də çalışdım. Əsasən Sahil bağın və Sahil metrosunun ərazisində yerləşirdi o bizim iş yerlərimiz. Baxın qabağa binanı görürsünüz də. Bu bina qabaqları Həmkarlar İttifaqının binasıydı. Profsoyuzlar binasının binasıydı və bu binanın altında deməli Muskomediyanın aktyorların bir teatrı yerləşirdi. Siyavuş Aslanın teatrı yerləşirdi bu binanın içində. Gəlin keçək yola. Hamının yaddaşında olar. Bu hissədə bu binanın altında qazlı su içkilərin aparatları cərgədə durulmuşdu. Hardası bir 5-6 dənə və bulvardan qayıdanlar hamısı burada su içirdilər, limonad içirdilər və onun böyründə burada tində qazet köşkü var idi. Hal-hazırda indi burada başqa bir köşkdür və o aparatların yerində, hardakı bu aparatlar dayanırdı, aparatları yığışdırdılar və onu köşk formasına salıb bizə təqdim elədilər və biz burada birinci öz fəaliyyətimizi başladıq. Nədən başladı? 93-cü ildən Bakıya dönər gələndə demək olar ki, dönər işində birincilərdən idik və Türk ustası buranı götürmüşdü və məni öz yanına köməkçi kimi dəvət elədi və mən onun yanında bir köməkçi kimi fəaliyyəti başladım. Sizə inandırım ki, yəni o vaxtı bu bir yenilik idi Azərbaycan üçün. Türklər bura dönər gətirdilər və başqa fast food yeməkləri və çox populyar və inkişaf etmiş bir demək olar ki, fast food bir növü idi. Hansı ki, indiyənə kimi davam eləyir. İndiyənə kimi, yəni bu yəqin ki, bütün dünyada ən tanınmış fast food bir növüdürsə, hansı Almaniyada daha çox məşhurlaşdı. Çünki Almanlar o vaxtı hot doglardan başqa heç bir şey bilmirdilər. Bir də burgerlərdən başqa heç bir şey bilmirdilər. Və dönər orada onlar üçün Almaniyada elə bilin ki, bir partlayış kimi, bir furor kimi yayıldı. İndiyənə kimi davam edir. Sonra bura gəldi, köçdü. Və
O zamanlar Azərbaycanda elə bir şey olmadıqlarına görə türklər çoxsu ustalar, dönər ustaları üst tutdular Azərbaycana, üst tutdular Bakıya və gördülər ki, burada Bakıda bu iş, yəni bu işdə boşluq var. Bu boşluğu doldurmaq üçün onlar Bakıya necə deyim, hamısı yığışdılar. Yəni deyə bilərik ki, Eldar dayının 30 illik fast food sahəsində olan təcrübəsinin ilk belə deyək addımlarını buradan başlayıb, bu ərazidən başlayıb. 30 ildən biraz çoxdur, buradan başladı. Çünki mən də o vaxtı hərbi sistemindən yəni aralanmışdım. Kooperativlər var idi, kooperativlərdə işləyirdim. Sonra oradan da çıxıb bu işə girişdim. Niyə iminlə, niyə məhz bu işə? Çünki mən uşaqlıqdan həmişə anamın yanında olmuşam. Anam çox gözəl yeməklər pişirirdi, xörəklər pişirirdi. Bütün Azərbaycan bölgələrinin yeməklərini pişirə bilirdi və mən onun yanında demək olar ki, onun paltarının ətəyindən tutub böyümüşəm və məndə o həvəs, o hiss o vaxtdan yarandı. Mən çox xoşlayırdım, yəni yemək pişirməyə, nəsə yaratmağa, nəsə düzəltməyə. Ona görə də mən razılaşdım, türk usta ilə başladım burada çalışmağa və o təcrübə oradan başladı məndə. Dönər işində, yəni deyirəm, mənim yaşımda olan dönərçilər çox az qalıb Bakıda. Bəlkə də o ərəfələrdə işləyənlər, məndən sonra işləyənlər, bir 3-4 nəfər varsa, onlar da tanınır şəhərdə, yəni adı ilə fəaliyyətlərim davam edirlər. Mən isə dönər işini, necə deyərlər, başını buraxdım. Məncə davam eləyirlər dayı. Amma ki, başqa işlərlə, yəni fast food başqa növləri var, o işlərlə məşğul oldum. Burada mən bir müddət işləyəndən sonra dönər ustası yəni mənə bu işi öyrətdi. Mən qərar tutdum, yəni ayrılım, aralanım, mənə təklif gəldi. Təklif gəldi başqa mənim müştərilərimdən. Təklif gəldi, özüm yer götürüm, özüm işləyim, davam eləyim. Və o yer sahil metrosunun girişində təsadüf etdi. İndi keçərik oranı. Gedək. Eldar dayı, bu gəldiyimiz ərazi, mən belə başa düşdüm ki, sizin o ilk iş yerinizdən sonraki növbəti iş yerinizdir. Yəni o haqqında da məlumat verərsiniz. Bəli, ilk iş yerim mən, yəni özüm, mən köməkçi kimi işləyirdim orada, deyək ki, belə şagird kimi. Öz yerim isə ilk öz yerim. Mənim arxamda metronun girişi, metronun girişinin, baxın buradan, yəni solunda orada yerləşirdi, köşk idi. Eləm dönər köşkü idi, yəni o köşkdə mən özüm tək fəaliyyətə başladım və demək olar ki 5 ya 6 il mən bu köşkdə fəaliyyət göstərdim. Əsasən mənim alıcılarım, müştərilərim, kim ki tanıyırdı məni birinci iş yerimdən, çoxsu bura gəldi, çünki orada demək olar ki o yeri söktülər, yığışdırdılar o köşkü və mənim alıcılarım, mənim müştərilərim hamısı gəldi, köçdü bura və burada mən əsas mənim iş fəaliyyətim başladı. Bununla bərabər bir yerdə var idi, deməli bağın tinində bir dənə də köşk var idi. Oranı davam elədim, yəni orada da davam elədim, eyni zamanda filial kimi. Bir filialda buradan baxın Aliviya dükanı var. Odur qabaqda göstərin, binanın altında. O biri ağ binanın altında bir Aliviya görürsünüz. O Aliviyanın yerində deməli tekstil fabrika idi və onun altında içində bir yer boş idi. Oranı açmışdım mən kafe kimi. Eldorado kafesi adlandırıldı. Yəni Eldorado A hərfi ilə yazılan. Hamı başa düşürdü ki, bu Eldorado ilə heç bir əlaqəsi yoxdur. Bu sadəcə mənim adımdan gələn bir yerin adı idi. Və uzun bir müddət, yəni mən burada fəaliyyət göstərdim. Sonra başqa bir filial da var idi, Targovada bir dənə də filial oldu Politexnik Universitetinin böyük gənclik elmlərdə. Və onunla da belə davam eləyirdik. Müəyyən vaxtlara kimi, 2000-ci ilə kimi. Sonradakı
məlum bir fakt idi ki, bütün köşkləri şəhərdə bizim prezidentimiz, bəli, və icra başçısı, yəni qərara gəldilər, bütün köşkləri şəhərdən yığışdırılsın və yeni bir standart bir olan bir köşklərlə əvəz edilsin və mənim yerlərim demək olar ki, hamısı bağlandı. Onunla da mən burada Bakıda bir müddət fəaliyyətimi dayandırmışdım. Məcbur oldum, yəni bir uzun müddət qaldım işsiz. Mənim yanımda işləyən işçilər var idi. Onlar da hərəsi bir yerdə iş tapdılar, başqa işlər üçün. Təbii ki, onlar yəni gözləyə bilməzdilər məni. Mən məcbur oldum buradan çıxım gedim Ukraynaya və orada davam edeyim öz işimi. Bu barədə isə digər məkanda danışarıq. İndi hara gedir Eldar dayı? İndi bir dənə də məkan var idi, onu sonra mən daha getmirəm, amma öz izləyicilərimə deyərəm, danışarım. Ukraynadan sonra gələn bir məkan da var idi, onu da sonra deyərəm mən. Yaxşı, oldu. Bayaqları qeyd etdiyim kimi, yəni sahil metrosunun ərazisində ikinci bir yer bizim burada yerləşirdi. Bağın tinində, indi görürsünüz orada lotereya köşküdür. Bir dənə də köşk orada var idi, qırmızı rəngdə. Və eyni zamanda bu iki köşk, yəni mənim köməkçilərim, mənim ustalarım, mənlə işləyən, sonra məndən bu işi öyrənən bu iki köşkdə biz çalışırdıq və bayaqları göstərdiyim sizə Aliviyanın yerində bir kafe də var idi. Yəni bu tində isə o zaman Panasonic dükkanı açılmışdı. Demək olardı ki, yəni hər adam o vaxtlar dönərxana aça bilmirdi. Dönər pişirə bilmirdi. Çox az var idi ustalar. Hər yerdə türklər idi. Azərbaycan ustaları çox az idi o zaman. Yavaş-yavaş hardasa bir 95-ci, 97-ci illərə bizim öz Azərbaycan ustalarımız daha da artdı, daha da çoxaldı və 2000-ci ildən sonra türklər buradan başladı çəkilməyə. Onların yerinə bizim ustalarımız gəldi və davam elədi. Onlar qurduğu, türklər qurduğu işi. Bəzi şeylər var, hansı ki, misal üçün tam biz, yəni onlar gördüyü işi görə bilmirdik, bilmirəm, ya tam öyrənməmişlər, ya yaxşı öyrənməmişlər. Biz başladıq Azərbaycan sayağı iş görməyə. Bəli. Yəni, elementar sizə bir söz deyim. O vaxtı çörək sexləri də türklər işlədirdi. Yəni dönərlə bərabər çörək ustaları gəlib, başqa bir türk yeməklərin ustaları gəlib, hansı ki, hamısı bir-birinə bağlı idi. Və biz birinci növbədə işlətdiyimiz çörəyi türklərdən götürürdük. Türk çörəyi, türk batonları var idi. Və bilirdik ki, bunu türklər hazırlayır. Burada başqa cürə də ola bilməzdi. Çörək hamısı eyni bir formada, bir qaydada, bir ölçüdə heç vaxt olmurdu ki, çörəyin biri balaca olsun, biri böyük olsun, ya da ki gecikdirsinlər, ya da ki gecikdirib sonradan gətirməsinlər, ya ikinci dəfə sən sifariş verirsən, onu gətirməsinlər, şeylər yox idi. Yəni, nə zaman sən çörəyi sifariş edirdin, nə formada sən çörəyi sifariş edirdin, hamısı dəqiqliyi ilə, vaxtı ilə gəlib çatırdı. İndi isə bu iş çox çətinləşib. Çünki biz özümüz görürük bu işləri. Çalışırıq, nəsə göstərək, nəsə yaradaq, nəsə eləyək, amma çoxlarında o alınmır. Bu yəni də mən ümid eləyirəm ki, bundan sonra bəlkə də yaxşı olar. Bəlkə də düzələr hər şey, inşallah. Gedək növbəti məkana. Меня, sağ ol. Maladıydı. Əziz izləyicilər, hal-hazırda Eldar dayının müsahibəmizi Arels Pub restoranında davam edirik. Buradan öz adımdan və Eldar dayının adından, Eldar dayı öz təşəkkürlüyünü bildirəcək. Arels Pub restoranının rəhbərliyinə təşəkkür edirik. Bizə belə bir şərait yaratdıqları üçün. Hə, Eldar dayı. Gəldik, bura çatdıq. Bir neçə belə suallarım olacaq sizə. Yaxları gəzdik, danışdıq. Siz bizə məlumat verdiniz. İndi isə mən sizə
hazırladığım sualları vermək istəyirəm. Növbəti sualım belə deyək, ilk sualım isə belə olacaq. Yəni bu 30 il, yəni 32 ildir səhv eləmirəmsə, yoxsa 93'ten. 93. ildə. 33 il. Bu 33 il ərzində, Arada yəni bəzən arada boşluqlar olur. indi biz ümumi götürürük də 33 il ərzində bu olan belə deyək də fəaliyyətiniz ərzində ilk fəaliyyətinizlə hal-hazırda olan fəaliyyətiniz arasında, yəni hər hansı bir fərq var və yaxud da o fərq varsa da nə fərqdir? Tabii ki. Ama ilk birinci növbədə mən öz təşəkkürlüyümü bildirirəm Iris Pub restoran müdiriyyətinə. Çox sağ olun ki, mənə belə bir deyək ki, plaşatka, üzr istəyirəm, rus dilində deyirəm o sözü, yəni ayırıblar, yer ayırıblar ki, mən burada davam eləyə bilim çəkilişi. Çox sağ olun. Və suala qayıdarkən əlbəttə ki, təbii ki, yəni o vaxtın və o vaxtın işinə, o vaxtın necə deyirlər, fəaliyyətinə və indiki fəaliyyətinə çox böyük bir fərq var və o fərqi hiss eləmək üçün gərək necə deyim, o insanlar hiss eləyə bilər ki, o vaxtı da işləyən insanlar indi də davam edirlər, işləyirlər, onlar onu bilə bilərlər. Yəni çox uzun bir müddət keçib, 30 ildən çoxdur. Yəni çox sular axıb gedib bu 30 ilin içində və sizə deyim ki, o vaxtın fəaliyyəti mənim üçün çox rahat gəlirdi, rahat olurdu. Nəyə görə? Çünki Azərbaycanda bu yeni bir konsepsiya idi, yeni bir fəaliyyət idi. Azərbaycanda fast food işi çox böyük bir, geniş bir, necə deyirlər, əhatəni bürüdü. Sovet məkanı olduğundan sonra, yəni Sovet dağılandan sonra o vaxtlar başqa idi. Başqa bir üsulda iş yarandı Azərbaycanda, Bakıda şəxsən. Və mənə nəyə görə hasant gəldi? Çünki cavan idim. Bəli, 24 yaşım var idi. Səhv eləmirəmsə. Bəlkə biraz çox. Yaşında fərq. 30-a yaxın idi, söz doğrusu. Yəni, yenə də deyirəm, cavan idim və enerjili dolu bir insan idim. Hansı ki, o enerjini özündən çıxardıb və xeyir gətirmək istəyən kimi bir insan. Mən o işdən həzz alırdım. Mən o vaxtı işləyirdim çox, necə deyərlər, belə entuziazmla. Çünki mənə ləzzət eləyirdi. Birinci növbədə iş prosesi, gedişatı, insanların, yəni təzə bu sistemi görəndə insanlar özləri maraqlanırdılar, onlara da maraqlı gəlirdi. O insanlarla da işləməyə də maraqlı olurdu. Bayaqları mən qeyd etdiyim kimi, yəni fəaliyyətimi sahil metrosu ərazisində başladım və o ərazidə demək olardı ki, bütün Azərbaycanın, Bakının elitası, necə deyərlər, məşhur adamlar, insanlar, hamısı o ərazidə, yəni ya iş görürdülər, ya hansısa bir görüşləri olurdu, restoranlar var idi. İndi də davam edir, yəni o məkan öz, necə deyərlər, markasını tutur. Çünki bütün xarici qonaqlar hamısı birinci növbədə o zonada, necə deyərlər, həm gəzirlər, həm istirahət edirlər, həm alış-verişlərini edirlər. Amma o vaxtı biraz başqa idi. O vaxtı, yəni deyirəm, hər şey bizim millət üçün yeni idi, yeni görsənirdi. Telefonların təzə açılışı, Motorola telefonlar təzə gəldi Bakıya, Bakcell şirkətin yeni yeri açıldı. Belə açılıb bağlanan telefonlar, hər şey yenilənirdi, təzələnirdi. Yaşayış yeni bir hansı bir pilliyə inteqrasiya eləyirdik və mənim bu işim, fast food işi, onun içində yəni öz yerini tutmuşdu.
çox maraqlı insanlarla mən o zaman tanış oldum. Birinci yerdə işləyərkən mən qeyd eləmişdim ki, bizim köşkün arxasında Siyavuş Aslanın, Allah rəhmət eləsin, qəni-qəni, yəni teatrı var idi və o teatrda fəaliyyət göstərən aktyorlar var idi. Çox tanınmış aktyorlar gəlib gedirdi onun yanına, onunla işləyirdilər. Onların içində Afaq xanım Bəşir qızı, onların içində Arif Quliyev, onların içində adı yadımdan çıxdı, o kinoda deyir, nə deyə, Ələskər, Ələskər. Adı real həyatda da deyəsən adı Ələskər idi. O aktyor, yəni və s. çoxlu aktyorlar gəlib gedirdi və mən o aktyorları yəni öz gözümlə görüb məndə də öz yəni hisslər yaranırdı. Mənə özümə də maraqlı idi və onlar sonda deməyim, yəni onlar sonra gəlib mənlə də tanış olurdular. Yəni dönər o vaxt təzə gələn dönər Bakıda ən birinci dönərlər idi. Onlara da maraqlı idi onu dadmağa və mən şəxsən mənə çox xoşdur ki, mən onlara qulluq eləyə bilmişəm. Aktyor var idi, KVN aktyoru, Allah rəhmət eləsin. Həmişə bütün KVN səhnəciklərində o özünü bir xəstə yox, yəni sakit bir adam kimi gəlirdi. O səhnəcikdə hansı bir sözünü deyirdi. Adı, familiyası yadımdan çıxıb. Kökü idi belə. O aktyor da Allah rəhmət eləsin. O aktyor da daimi olaraq gəlirdi, dönər alırdı, yeyirdi. Yəni bütün insanlar dönər təzə olduğuna görə, yeni bir çeşid olduğuna görə, yəni pizzadan qabaq, bütün o başqa fast food növlərindən qabaq ən birinci dönər idi, hansı ki, hamı dadmaq istəyirdi və dadırdı. Və mən yəni də deyirəm, mənə çox şərəfli oldu ki, mən onlara qulluq edirdim, çalışırdım belə, yəni dostoyla qulluq edəm onlara. Və sairə başqa bir tanınmış adamlar, insanlar mənim gələcəkdə orada alıcılarım olub. Müştəri sözü xoşuma gəlmir, alıcı deyirəm mən. Çünki müştəri başqa bir sözdür, hansı ki, sən insana müştəri gözü ilə baxırsan, yoxsa alıcı gözü ilə baxırsan. Mən şəxsən hamıya alıcı gözü ilə baxıram. Çünki bu günlər o məndən misal üçün nə isə alırsa və mən ona gözəl xidmət eləyirəmsə, sabahları biz daha yaxın oluruq, dostlaşırıq, bir-birimizi başlayırıq tanımağa. Amma müştəri elədir ki, müştəri gözü ilə baxdın, satdım ona, vəssalam, mən ona müştəri gözü ilə baxır və yadımdan çıxır kim gəlib, kim idi o, nəçi idi o, heç mənə də maraqlı deyil. Ona görə indiki vaxtda da mən öz işimi elə qururam ki, mənim yanıma gəlib tostlarımı dadanlara mən alıcı gözü ilə baxıram, müştəri gözü ilə yox. İndiki zamanda bambaşqa fərqlidir. Bambaşqa pokoleniya gəlib çıxıbdır, hansı ki inkişaf eləyib, çox inkişaf eləyib və fast food sistemində olan inkişaflar elə dərəcəyə gəlib çıxıb ki, indiki zamanədə nə ilənsə kimisə təəccübləndirmək çox çətin bir işdir. Kimisə maraqlandırmaq, kimisə belə deyim, diqqətini cəlb eləməyə, ürəyini almaq, yəni özünə bir dost eləmək çox çətin bir şeydir. O vaxtı rahat idi. İndi çətindir, yəni də çalışırıq, yəni bacaraq. Yəni məncə bacarırsınız. Əgər limon atım. Çay soyudu. Siz çay içəcə davam edin. Ellər dayı, mən sizlə belə deyim də, sizin bir meneceriniz kimi sizlə əməkdaşlığa başlayandan, dostluğa başlayandan mən sizin danışdığınız müəyyən hekayələri eşitmişəm və mən bilirəm ki, siz dönər sahəsində böyük təcrübəyə malik olan bir insansınız. Hətta videolarınızdan bir neçəsində də qeyd eləmişdiniz ki, siz belə deyək, bir növ Dədə-Baba hamburgerini Azərbaycana gətirən, yaradan insanlardan birisiniz. Sizə belə bir sual ünvanlamaq istəyirəm. Yəni dönər və hamburger belə deyək, fast foodları üzrə peşəkar bir insan olaraq nəyə görə onları seçmədiniz? Yəni yeni bir çeşidə yönəldiniz, yəni tost çeşidinə yönəldiniz. Yəni nəyə görə məhz tostu seçdiniz siz? Yəni bu tostçu Eldar dayı ideyası hardan gəldi? Necə yarandı? Yəni bu fəaliyyətə başlamağınıza nə səbəb oldu? Nə sizə belə deyim də bir növ necə deyim talçoq oldu da, yəni belə deyək. Aysa təkan oldu yəni. Çox sağ olun.
Birinci növbədə onu qeyd edeyim ki, yəni sağımda oturan Tələt bəy və Vüsal bəy, hansı ki indi hal-hazırda işlədi, o gələ bilmədi. Mən yəni öz minnətdarlığımı bildirirəm. Allah Taala'dan mən çox yəni dua edirəm, çox sağ ol deyirəm Allah Taala ki, məni bu insanlarla qovuşdurdu, məni bu insanlarla görüşdürdü, bu insanlarla imkan yarandı, fəaliyyət göstəririk. Onların sahəsində sağ olsunlar, onların sahəsində mənim işimdə və sizin məni tanımağınızda çox böyük bir əmək var, çox böyük bir iş var. Hansını ki siz görmürsünüz, hansını ki mən də görmürəm çox vaxtı. Çünki bu aparılan iş çox ağır, çətin işdir. Sağ olsunlar, onlar da bu işdən çox gözəl, yəni bacarırlar, yəni öhdəsindən gəlirlər. Allah razı olsun. Sual da ki, bilirsiniz nətərdir? Dönər və qamburger işi, bəli. Mən videoların birində qeyd eləmişdim ki, qamburgeri birinci Bakıda, yəni özümü tərifləmək olmasın, mən başladım və mən ona elə bilin ki, təməlini qoydum. O da hardan gəldi? Biz dönər satarkən, mən tək dönər satarkən, o ki, Türk ustasından aralandan sonra çox adam yəni alıcılarımdan soruşurdular, istəyirdilər ki, bəs sosisli bir şey varsa, bəlkə bir şey olsa yaxşı olardı. Və dönərlə bərabər mən bu qamburgeri yəni özüm üçün icad etdim. Birinci növbədə o vaxtı sosislərin çeşidləri elə də çox deyildi. Bizim Azərbaycanda istehsalat demək olardı ki, çox az idi. Keyfiyyətli istehsalat və sosislərin əksər növü xaricdən gəlirdi, ya Rusiyadan gəlirdi, ya da ki, başqa bir postsovet ölkələrindən gəlib çıxırdı bura. Və fikirləşib neylədim ki, yəni o qamburger daha dadlı olsun deyə o sosisləri mən tomatlı sousun içinə, o tomatlı sousu biz dönərə istifadə edirdik. Və həmən tomatlı sousun içində mən sosiskaları attım. Birinci növbədə gözlədim onun pişməyini orada və düzəltdim özüm üçün o qamburgeri. Çox bəyəndim, mənim yaxınlarım bəyəndi və ondan sonra onu elə bilin ki, yavaş-yavaş mən başladım satışına və gördüm ki, alıcıların çoxsunu da bəyəndilər deyə. Onu mən oraya qoydum, saldım menüyə və menüdə o sizə deyim ki, dönərdən sonra çox gözəl bir yer tutdu və yavaş-yavaş kim ki gəlib məndən o zamanlar dönər alırdı, elə adamlar var idi ki, gəlib maraqlanırdılar ki, bəs biz də belə bir yer açmaq istəyirik, biz də belə bir iş görmək istəyirik və dadırdılar. Mən düzəltdiyim dönəri, mən düzəltdiyim qamburgeri dadırdılar və yerlər açırdılar, məkanlar açırdılar və davam edirdilər o formada, o qaydada o qamburgerləri pişirməyə, hazırlamağa. Sonradan uca çıxdı o məşhur vagon adında olan sosislər və o sosislər sizə deyim hinduşka ətindən hazırlanırdı və o sosislər çox böyük bir, necə sizə deyim, alıcıların içində çox böyük bir sevgi yarandı. Çünki o sosisləri dadı heç bir sosis, o zamanın sosisləri yəni o dadı verə bilmirdi. O sousun içində pişiriləndə o sosislər yaxşı da şişirdi, yaxşı da artırdı. Dadı da qamburgerin içində çox gözəl bir dad yaranırdı. Və xeyli bir uzun müddətdə mən o qamburgerləri o sosislərlə işlədim və çox gözəl də satılırdı. Onunla bərabər yeni bir çeşid yaratmışdım. Birinci növbədə mən nə yaradırdımsa evdə yaradırdım, evdə hazır yerdim, verirdim evdəkiləri mənim atama, anama, bacıma, yəni onlar da atsınlar. Sonra onların rəylərindən sonra, müsbət rəylərindən sonra mən onu nəsə və o zaman, bəli, o zaman məndə yeni bir çeşid yarandı. Adını deyərəm sizə, Exburger. Hansı ki, heç kim onu eləmirdi. Heç Bakıda onun nə adını, heç kim onu bilmirdi və o fast food növünün içində hardasa 15 ingredient var idi. 15 ingredient var idi və
çox zəngin, içi dolu, dadlı. Yəni orada həm yumurta var idi, həm sosis var idi, həm bibər, həm yəni Bolqar bibəri, həm pomidor. Yəni o qədər ingrediyentlər var idi ki, mən onu başladım o vaxtı satış eləməyə. Heç kimdə yox idi və heç kim onu sonra da təkrar eləyə bilmədi. Çünki onun sastavında olan ingrediyentləri heç kim bilmirdi. Tutmaq da olmurdu. Təsvir eləyin, bir list hazırlayırdımsa, onu mən o vaxtı kumtel duxovkalar var idi, sobalar var idi. Onun içində 2 dənə listlər, dəmir listlərin içində onu mən hazırlayıb qoyurdum. Və sizə deyim ki, o da çox böyük bir, geniş bir şey almışdı. Nədə onlarda bir sevgi yaranmışdı alıcıların içində. Nəysə, bax belə, yəni hamburger və dönər bərabər indiyənə kimi yox. Sizə deyim, 2004-cü, 2005-ci ilə kimi gedirdi yan-bayan. Nəsə oldu ondan sonra, 2005-ci ildən sonra, ya bilmirəm, bəlkə biraz geç çəkərdi. Axır ki, mən 2010-cu ilə hamburgeri hamı yığışdırmışdı menüdən. Yəni, bütün dönərxanalar o hamburgeri, mən hazırladığım hamburgerin reseptini yığışdırmışdı. Ola bilsin ki, satıcılar, işçilər dəyişərkən təzə işçilər, yeni pokoleniya onun reseptini bilmirdi. Və təkrar eləyə bilmədiklərinə görə o hamburgerin dadı itdi. Çox adam axtardı, onu heç yerdə tapmadı. Dönərin özü siz bilirsiniz ki, dönərin dadı indiyənə kimi o vaxtın dadını heç kim təkrarlaya bilmir. Yəni mən deyirəm, 1-2 adam qalıb şəhərdə, hansı ki onu eləyə bilir. O da ki, bir nəfər elmlər metrosunun yanında çalışırdı. O bir adamsa Nərmanov o saat binası var. Ondan tunelin böyründə bir adam da orada işləyir. Yəni də bu dadı heç kim alındıra bilmir indiyənə kimi. O vaxtın dönərin dadını. Amma o zamanlar bütün dönərçilər türklərlə, bizim Azərbaycan dönərçiləri türklərlə işlədiklərinə görə o dadı saxlayırdılar, bilirdilər. Sonra necə oldusa 2000-ci ildən sonra çox yerlər dağıldı, dəyişdi, çox şeylər dəyişdi və o dadlar getdi. Mən öz fəaliyyətimi Bakıda 2000-ci ilə kimi göstərdim və sonra məcbur oldum, yerlər söküldü, köşklər yığışdırıldı və məcbur oldum götürüm ailəmi, çıxım gedim Ukraynaya. Mən orada öz fəaliyyətimi davam elədim və orada Donetsk şəhərində bir yer götürdüm və 10 il mən bir yeri işlətdim. Dönər işi ilə məşğul oldum orada. Və o ərəfələrdə, burada Bakıda 2000-ci ildən 2009-cu, 10-cu ilə kimi çox dəyişikliklər oldu. Hansından ki, mənim xəbərim olmuyor. Yəni, fast food sistemində. Yeni növlər, yeni çeşidlər gəldi, yeni təyyamlar gəldi. Daha çox başqa çeşidlər maraq qazandı. İnsanlarda pizza kimi, sushi kimi, bilmirəm, burgerlər, cürbəcür burgerlər, cürbəcür nələr eləmədilər, nələr. Təbii ki, mən öz dönərimlə Bakıya qaydanda 2010-cu ildə, 2009-cu ildə mən özümü tapa bilmədim o işdə. Mən gördüm ki, sistem də dəyişilmişdi. Yəni artıq burada çatdırılma sistemi qurulmuşdu. Hansı ki, mən işlədiyim vaxtda elə şeylər yox idi. Biz işləyəndə biz yəni ağlımıza da gəlmirdi ki, mərkəzdən başqa hardasa bir dönər açıb işlətmək olar. Misal üçün Zabrat yolunda, misal üçün Əhmədlidə, hansısa bir Kubinkanın hansısa bir gizlin məhəlləsində, ya ara məhəllələrdə. Yəni biz o vaxtı onu yəni deyirəm, ağlımıza da gəlmirdi ki, bu işi orada qurmaq olar. Akası qurmaq olarmış. Çatdırılmanın hesabına qurmaq olar. Yəni açırlar, işləyirlər. Çatdırılma ilə bastavka eləyirlər. Yəni qabağında adam olmasa, bir nəfər də keçməsə, o çatdırılmanın hesabını işləyə bilir, çörəyini qazana bilir, ailəsini dolandıra bilir. Şükürlər olsun. Tək o deyil, kuryerlərin özləri də işləyirlər. Onlar da dolanırlar, onlar da ailələrin kömək eləyirlər, cavan uşaqlardır.
Allah canlarına sağ eləsin. Yəni onların işin hesabına bu dönər yerləri, balaca dönər yerləri inkişaf elədi, işlədi. Mən o vaxt işləndə Türkün özü deyirdi ki, Türk ustası özü deyirdi ki, bu iş mərkəzdən başqa heç yerdə işləməz. Ancaq yəni mərkəz olmalıdır, iş yerləri olan yerdə ofislər, məkanlar, bu gəzintilər, turizm yerləri, yəni plazalar, ancaq mərkəz. Qırağı sən getsən, mənə o vaxt dedi, qırağa getsən, sən qıraqda pul qazana bilməzsən. O vaxtı elə idi, düzdür. Düzdür, çünki çatdırılma sistemi yox idi. Və o ərəfələrdə mən dediyim 2000-ci ildən 2010-cu ilə kimi o sistem yarandı, artdı və indiyənə kimi davam edir və indi biz o sistemsiz, yəni özümüzü başqa bir formada işi təsəvvürümüzə də gətirə bilmirik ki, başqa görə biz işləyə bilmirik. Çox adam indi mənə sual verər ki, siz öz yerinizdə niyə çatdırılma eləmirsiniz, işləyirsiniz? Bəli, mən biraz o vaxtın adamıyam, ona görə də çatdırma ilə işləmirəm. Başqa bir onun səbəbi də var, işlətdiyim bir tost növü, fast food. O elə növdür ki, o yəni yerində yeyilməlidir. Tost paketə qoyuldu, o ucu tost deyil. Mən bu qədər. Dalında söhbət edəcəyik. Hə, Eldar dayı. Çox belə geniş məlumat verdiniz, geniş məlumat verdiniz. Məlumat daha da geniş olacaq. Mən sizin suallarınızı... Növbəti sualım belədir. Yəni bu 2 ildə fəaliyyət göstərirsiniz də, demək olar ki, tost işində bəli. Yəni 2 ildə elə də böyük bir müddət deyil. Bu qısa bir müddət ərzində, yəni sizin tostlarınız, yəni sizin özünüz çox sevildiniz. Yəni 7-dən 77-yə demək olar ki, Eldar dayını hamı sevir, hamı Eldar dayı ilə görüşmək istəyir, yanına gəlib onun tostlarının dadına baxmaq istəyir. Yəni sualım belədir Eldar dayı. Bax, sizin tostlarınızı digər, yəni tost satan şəxslərin tostlarından fərqləndirən, yəni sir deyim, dadının sirri, yəni nədən ibarətdir? O necə demək? Bu qədər sizin tostlarınızın sevilməyinin sirri nədəndir? Yəni hardan gəlir o sir? O sir mənim uşaqlığımdan gəlir. Mən bayaqları demişdim sizə ki, mən bu işi nədən sevirəm, nədən sevdim. Anamın yanında, mən balaca olduğu vaxtı, mən bütün günlərimi mətbəxdə keçirirdim, anamın yanında. Anamın paltarının ətəyindən tuta-tuta, o nə pişirirdi, mən yanındaydım, o nə hazırlayırdı, mən yanındaydım. Sonra böyüdükcə mən başladım özüm də ona kömək eləməyə və o sir oradan gəlir. Yəni, anamın əlinin duzundan gəlir. Bütün anaları can sağ eləsin, rəhmətə gedənlərə Allah rəhmət eləsin. Bu sir indi çoxsu deyir əlin duzu. Bəli, əlin duzu yəni çox böyük rol oynayır. Biz 2 nəfərik burada. Mən misal üçün bunu hazırlayım və o görsün ki, mən hazırlamışam. Götürsün, o da bunu hazırlasın eyni formada. Başqa dad verəcək. Onun da, yəni o demək deyil ki, onun əlinin duzu yoxdur, ya mənim əlimin duzu var. Sadəcə burada nüanslar var, xırdalıqlar var, hansı ki, mən bildiyimi o bilmir, o bildiyini mən bilmirəm. Yəni, limonun yəni, qalınlığından çox şey asılıdır, nazilliyindən çox şey asılıdır, çayın rəngindən çox şey asılıdır. Yəni, burada nüanslar var. Eynisi, misal üçün, bizim işimizdə. Mən düzəltdiyim tostlar, Bakıda bəli, yavaş-yavaş tost, deyək ki, belə, tost çeşid, ya tost təyamı, ya tost yeməyi indi yavaş-yavaş başlayır artmağa, fast food növü artmağa və arta-arta gedir. Çünki cəmaatımız, millətimiz dönərdən yorulub. Keyfiyyətsiz dönərlərdən, dönər yeməklərdən nəinki beziblər, çoxsu irgənir üzr istəyirəm ifadəmə görə. Çünki natəmizlik baş alıb gedir çox yerlərdə. Yəni, ətin məşəli, ətin yeri, məkanı, hardan olduğunu heç kim bilmir. O vaxtı mən sizə deyim, mən işləyəndə ət gəlirdi mənim iş yerimə təzə, kəlçə budları, yəni cavan malın əti gəlirdi.
budları gətirirdilər mənə və onu gətirirdilər cəmaətin gözünün qabağında. Biz o budları sümükdən ayıranda, şəntirdən ayıranda, ətləri, tikələri yarpaqlayanda onu hamısını göz önündə eləyirdi, göz qabağında eləyirdi və hamı görürdü ki, sən işlədiyin, yəni məhsul nə məhsuludur, işlətdiyin məhsul və kim işləyir, nə cür işləyir, hansı bıçaqlarla işləyirsən, hansı bir yerinə də baxırdılar, təmizliyə də baxırdılar, hər şeyə də, yəni tək indi olası şey deyil, o vaxtda da çox fikir verirdilər elə şeylərə. Sadəcə o vaxtda əlcəksiz işləyirdilər çoxsu. Nəyə görə? Sizə deyim, yəni aşpaz üçün əlcəkdə işləmək çox böyük bir nətər sizə deyim, çətin bir şeydir. Çünki aşpaz hazırladığı yeməyi hiss eləməlidir. Nə eləyir, nətər eləyir, nə qədər, qədərini nə qədər eləyir. Yəni əlinin duzu, mən əlcəyin duzunu demirəm, əlinin duzu var, budur. Bu əldədir bu duz. Bu əldədir. Yəni əlcək düzdür. Bu deyək ki, indiki zamanın bir tələbidir və biz o tələblərə əlbəttə ki, riayət etməliyik, qəbul eləməliyik. Sadəcə mən prosta öz sözümü deyim əlcəklərə görə. Əlcək o vaxtı lazımdır ki, sən soyuq məhsulla işləyəndə və mənim məhsulum soyuq məhsulu, mən əllə yığıram, hamı bilir onu, hamı görür, əlcəklə əllə məhsulu doldururam tostun içinə və o sonra tostlara qoyulandan sonra termik bir Rus dilində abrabotka, yəni Azərbaycan dilində termik bir zaman keçir, o isti onun canına keçir, qaynar, onun içində olan nə mikrob varsa, nə üzr istəyirəm, düz deyir, biz çalışırıq hər şeyi tərtəmiz. Amma belə deyəndə ki, yəni o termik abrabotkanı keçəndən sonra orada heç nə qalmır. Yəni onun heç bir qorxusu yoxdur ki, götürüb yeyəsiniz. Laf tutar ki, mən əlcəksiz bunu yığdım. Yəni də tosterdə o termik şey keçir, yəni 2 dəqiqəsini, 3 dəqiqəsini keçir və orada tərtəmiz olur. İndi biz yəni riayət edirik, çalışırıq ki, tərtəmiz olsun, əlcəklə işləyirik. Amma o vaxtı heç kim əlcəklə işləmirdi. Və hamı görürdü ki, sən əti əllə, yəni mən onu əlcəksiz açırdım, yarpaqlayırdım. Əlcəklə mən yarpaqlasaydım, təbii ki, mən əti də hiss eləməzdim, bıçağı da hiss eləməzdim. Təsvir eləyir, əlini qoyuruq ətin üstünə və bıçaqla yarpaqlayanda o yarpaq elə olmalı idi ki, bu salfetka kimi, salfetkanın qalınlığı kimi və orada əlcəklə olanda sən onu o qalınlıqda aşa bilməzdin. Ondan qalın aşardım. Əlcəksiz işləyəndə burada çox böyük risk var idi. Yəni bıçaq bir balaca getsəydi bu əl gedirdi. Elə mənim ustam misal üçün bir dəfə içkili olduğu halda elə içkili idi deyə qaşırtdı, kəsdi, yəni qolunun altını kəsdi, dərisini apardı. Nəysə, sözüm onda deyil. Yəni göz qabağında hər şey hazırlanırdı və bilinirdi nə və hardan və nə cür və sən onu sonra şişə taxanda kəsib satırdın, dadlı bir şey alınırdı. Amma üzr istəyirəm, bizim əl duzu məsələsi. İndiki zamanada gözəl dad almaq üçün yəni nə lazımdır? Çox şey lazım deyil. Yəni olan çeşidlər, stolun üstündə olan tərəvəzlərdən nə istəyirsiniz, eləmək olar, gözəl dad almaq olar. Sadəcə onu hazırlayan adamın yəni özündən asılıdır çox şey. Bizim Azərbaycanda çox gözəl cavanlar yetişir indi, hansı ki var, həvəsi var, istəyi var. Amma bu öz potensialını aça bilmir. Bu özünü heç bir yerdə göstərə bilmir, özünü öz yerində tapa bilmir, tuta bilmir. Mən misal üçün bu işdən nəfəs almışam. Mən bu işdən həzz almışam. Mənə birinci növbədə, yəni iş idi, mənə birinci növbədə insanların, alıcıların xoş təbəssüm yəni üzləri idi ki, yəni onlar yediklərindən həzz alırdılar, ləzzət alırdılar, danışıqdan, ünsiyyətdən, yəni hər şeydən insanlar həzz alırdılar, ləzzət. İndiki isə görürsünüz ki, işçi gəlib sadəcə puluna görə, yəni pul götürsün, aparsın, amma ona iş o maraqlı deyil, ona o Qazanc maraqlı. Əsas qazancdır. Kimin ki fikri zikri qazancdadırsa, vallahi mən bilmirəm, o ancaq oturub o qazancı fikirləşəcək. O fikirləşəcək ki, onun işin biraz azaldım, onun biraz belə eləyim ki, mənim qazancım artsın. Yəni siz kimdən nə alırsınızsa, baxın,
Siz özünüz bileceksiniz, sizin qabağınızda kimdir. Onun gördüğü işindən siz başa düşeceksiniz ki, bu insan doğrudan da bu işi sevərək eləyir, ya da ki, bu işi qazancına görə eləyir. Mən sevərək eləyirəm, onu açıq deyirəm. Ona görə də bu əl dozu məsələsi elədir. Gəlirlər, istəyirlər vegetarian tostu. Vegetarian tostu, yəni o vaxtı mən vegetarian dönəri eləyirdim, bu vaxtı vegetarian tostu eləyirəm. Orada ət qoyulmur, pendir də qoyulmur əslində, mayonez də qoyulmamalıdır. No, indiki cavanlar elədir ki, ət yemirlər, amma pendiri, mayonezi yeyirlər, onu da hesab edirlər ki, vegetariandır. Yəni o tərəvəzləri yığırsan, o tərəvəzləri çörəyin arasında elə eləyirsən ki, yəni də təqdim eləyəndə bəhbəhlə yeyirlər, deyirlər ki, nə gözəl, nə dadlı tostdur bu vegetarian. Halbuki içində pomidordur, xiyardır, kağıdır, göyərtidir, soğandır, mayonezli pendirdir. Başqa bir şey yoxdur. Yəni mən onları hazırlamamışam. Mən o pendiri hazırlamamışam, mən o pomidoru yetişdirməmişəm, mən o kağını yetişdirməmişəm. Gəlibdir, yumuşam, təmizləmişəm, doğramışam, soyumuşam, arasında doldurmuşam və ondan ləzzət alırlar. Çünki hər şeyin qaydası var, hər şeyin norması var. O duzun onun içine tökməyin norması var. Pomidorun içine nə qədər qoyursan onun norması var. Təbii ki, sən pomidoru doldursan, deyəcək ki, bu nədir, ancaq pomidor verir, mən pomidor yeyirəm. Ya da ki, misal üçün, kağını doldursan ya göyərtini. Hər şeyin öz normasında qoyanda ondan dad gəlir, ondan ləzzət gəlir. Və birinci növbədə mən sizə dediyimiz kimi, insanın ürəyi. Yəni, ürəkdən eləmək lazımdır, sevərək eləmək lazımdır. İnsan bu işi sevməlidir. Odur ki, mən sizə deyirəm, siz öz qabağınızda o insanı görüb, özünüz bilirsiniz ki, bu insan nə cür insandır. Sevərək eləyir, işini sevərək. Yoxsa ki, bana başqa məqsəd var, qazanc. Əssalam. Hə, yıllarda çay sözüm sizə. Özünə düşsünüz. Sizlərə. Belə deyim də, hər sahədə işləyən insanın işlədiyi dövr ərzində, illər ərzində yadında qalan bir hansısa bir qeyri-adi, maraqlı bir hadisə başına gəlir. Yəni sizin belə deyək də bu fast food sahəsində 30 illik fəaliyyətiniz ərzində və yaxud da ki, nə bilim bu tost sahəsinə gəldiyiniz 2 il ərzində hansısa bir müştəri ilə bağlı, yadda qalan bir maraqlı, nə bilim qeyri-adi bir, nə bilim məzəli, gülməli bir hadisə başınıza gəlib yoxsa yox. Əgər gəlibsə, o barədə yəni biraz izləyicilərimiz üçün danışın. Onlar da yəni bilirsiniz nətərdir? Yəni mən bu deyək ki 30 illik fəaliyyətin ərzində olan hadisələr maraqlı və gülməli və kədərli də olub, çox olub, amma ki mənim yadımda qalmayıb, üzr istəyirəm. Mən ən misal üçün fəxr elədiyim bir dövrdür ki, mən öncədən qabaqcadan dediyim insanlarla tanış olduğuma görə, yəni yaxşı ki mən onları həyatda görmüşəm. Bizim o məşhur artistlərimizi. Məncələrin yadda qalan belə böyük xatirələr, dəyərli xatirələrdir. Əlbəttə ki. Amma çox deyirəm, adamlar mənim gözümün qabağından keçib, mənim yəni çoxları ilə də ünsiyyətim olub, belə tanışlığım olub, hətta dostluğum da olub. İndiyənə kimi də məni sağ olsunlar, çox sağ olsunlar. Yəni yada salırlar məni. İndiki zamanda da TikTok'da görüb, Instagram'da görüb gəlirlər yanıma. Bu yaxınlarda deyəndə ki, olardı bəlkə 1-2 ay bundan qabaq. Mən tost hazırlaya müştəri alıcıları yola salanda üzümü çevirdim, gördüm bu elmanı. Baxdı, o mənə baxdı, dedim elman güldü, dedi, hə? Mən davam elədim ki, tez yola salım alıcıları ki, bir çönüm, çıxım görüşüm ondan. Təəssüflər olsun ki, çöndüm, görmədim onu. Bilmirəm onun xətirindən mi dəydi, yəni nədir ki, bəlkə o fikirləşdi ki, Eldar dayı danışmaq, yox, elə şey yoxdur, valla. Mən Elman, sən görsən, yəni də deyirəm, yəni elə bilmə yenə. Mən səninlə görüşüb söhbət də eləmək istəyirəm. Çıxdım şöyle, ora baxdım, bura baxdım, yox. Yəni o vaxtda da kim məni tanıyırdısa sağ olsunlar, gəlirlər, görüşürlər. Elə adamlar var ki, misal üçün yadıma düşmür, amma sağ olsun. Gəlir, o yadı salır, o deyir ki, o vaxtlar mən sizdən hamburger alıb yeyirdim. Bir mənim alıcım da var. O vaxt o cavan idi, məktəbdə oxuyurdu.
gəlib məndən hamburger alırdı. Sonradan bu söhbətlər açıldı. İndiyənə kimi Novruz bəy sizi deyirəm mən. İndiyənə kimi davam eləyir, sağ olsun. Yəni də deyirəm, gözəl insanlar idi hamısı. Kimlə mən ünsiyyətdə olmuşam, kim ki məni tanıyıb, hamısı gözəl insanlar olub. İndi də gözəl insanlardır hamı. O vaxtı inanın ki, mən işləyəndə başımı qaldırmağa vaxt olmurdu, imkan da olmurdu. Yəni o dərəcədə iş yüksək idi, o dərəcədə. Çünki təsvir eləyin də Azərbaycan birdən-birə dönər gəldi. Dönər nədir? Yeni bir şeydir, təzə bir şeydir. Gedək dadaq, o çiritlər düzülürdü. Mən demirəm tək bizim dönərxananın qabağında. Bütün dönərxananın qabağında hardakı türk işləyirdi, orada o çirit olurdu. Halbuki o türklərin içində də mən sizə deyim ki, təmiz, düzgün işləyən dönərçilər az idi. Çünki o vaxtı o dönərçilər gələndə türklər bura, onlar bütün Türkiyəyə xəbər yaydılar. Bütün Türkiyəyə xəbər yaydılar. Nəinki Türkiyə, Almaniyaya getdi, çatdı o xəbər, İsrailə getdi, çatdı o xəbər ki, Bakıda pullar adamın başını göydən tökülür. Yəni Türkün özündən mən o söhbəti eşitdim. Gəlin qazanın. Kimlər gəlmədi o vaxtı Bakıya? Hamı da gəlirdi dönər işinə. İnşaat işinə, tikinti işinə, bir də dönər işinə. O vaxtı türklər o işlərdə çox böyük, onlarda elə bilin ki, potensial var idi. Onlar elə bilin ki, Almaniya, bütün türklər, inşaatı türklər görürdü Almaniyada. Dönər işlərini, fast food, kafe, mafe, dönər, yəni türklər almışdılar əllərinə. Və eşidəndə ki, Bakıda da həmən bir şey, hamı tökülüşdü bura. Və onların içində dönərçilər bəlkə olardı ki, bir 10% dönərçidir, qalanın hamısı qıraqdan bucaqdan yığılıb gələnlər, onlar burada öyrənirdilər o işi, türklərin öz türk soydaşlarının yanında işləyə. Elə bizim yanımızda Həsən gəlib işlədi. Mən 3 ay işləyəndən sonra, ustalaşmış adam olandan sonra Həsən usta gəldi, Almaniyadan gəldi. Ki, yəni Bakıda yaxşı qazanc var. Gəldi, işlədi. Yaxşı da maaş verildi ona, yaxşı da işlədi, onun qazandı. Xeyli bir neçə il burada yaşadı. Ondan sonra çıxdılar, getdilər hamısı. Haradadılar onlar? Allah bilir. Biz buradayıq, biz heç yerə getməmişik. Bir ara mən dediyim kimi Ukraynaya getdim, 10 il orada yaşadım, orada işlədim. Ondan sonra gəldim, qayıtdım. Orada necə gedirlər dayı? Orada bilirsiniz nətərdir? Mən düşdüyüm məkan Donetsk şəhəri. Belə idi ki, dönər işi orada inkişafda idi. Yer açsın, işləsin. Mən yer tapdım, düz onun dönərxananın yanında. Onun işlətdiyi dönərxananın yanında mən də yer açdım. Mən də başladım işləməyə. Və orada mən də özümə ad qazandım, hörmət qazandım. Hətta mən bağlayıb gedənə kimi o gözlədi ki, mən özümlə, yəni çıxım oradan ki, o yeri ələ keçirsin. Mən çıxandan sonra o gəldi, həmən yeri ələ keçirdi. Sonra söküldü o yerlər, mən bildiyim qədər. Donetskdə yəni o bir müddət idi, məcburiyyət qarşısında qalmışdım, getdim ora. Çünki cavan idim, yəni də cavan, nə qədər ki cavan idim, mən axtarışlıydım, həmişə axtarışlıydım. Bakıya da qaydanda, yəni də o fikirlə qayıtmışdım ki, burada davam edeyim. Burada Bakıda mən yer tapdım. İndi kim ki tanıyır o yeri deyəcək. Təfəkkür Universiteti var. Keçmiş Şapayev küçəsi, indi Təbriz küçəsi adlandırılır. Təfəkkür Universiteti. Onun qarşısında bir yer təklif olundu mənə. Balaca bir yer idi, kafe kimi. Mən orada fəaliyyətimə istədim, yəni davam edeyim. Amma ki, nəsə alınmadı. Mən dediyim kimi o dastavka məsələsi, yəni çatdırılma məsələsi, mən o sistemlə heç vaxt rastlaşmamışdım deyə mənə çətin gəldi o və yeri gücləndirib, yeri işlətmək
çox çətin idi. Gediş-gəlişli yer deyildi. Mən dediyim kimi, mən keçmişdim mərkəzi yerlərdə işləməyə, gediş-gəlişli yerdə. Donetskin özündə də mən mərkəzdə işləyirdim. Ən sentrində, oradakı Lenin meydanı var. Orada işləyirdim, orada da gediş-gəlişli yer idi. Çünki o zaman internetlə olan reklamlar yox idi, hansını ki, hesabına sən işi artıra bilərdin. Ancaq gediş-gəlişin hesabına sən artıra bilərdin. Mən gəldim Çapayevdə eləyəndə, götürəndə yeri orada elə gediş-gəlişli yer deyildi. Onunla belə yəni bir il fəaliyyət göstərdim. Şəkilləri görəcəksiniz. Mən bir-iki dənə şəkil yəni bu videoda əlavə eləyərik. Yəni kim ki məni tanıyıb o vaxtdan indi də gəlib məni tapırlar. İndi də gəlib yada salırlar, rəylərdə də yazırlar. Mən kafe açmışdım, dönər yox, dönər eləmirdim. Mən burrito fast food növü kimi, tantuni fast food növü kimi, şiş kebab dönəri fast food növü kimi və mərci supu hazırlayırdım. Hansı ki, doğrudan da heç kim onu indi kim yada salır, hamı deyir ki, çox ləzzətli idi, çox dadlı idi. Və sairə, və sairə. Axırda sonra o işdə nəsə məndə alınmadı deyə, onu da necə deyərlər, geri təhvil verdim və uzun bir müddət mən qaldım öz sevdiyim işdən kənar, öz istədiyim işdən kənar. Başqa işlərlə məşğul oldum, başqa işlərdən necə deyərlər, yapışdım ki, nəsə evə bir qazancım olsun, yəni evimi dolandıra bilim, ailəmi dolandıra bilim. Heç kimdən də gizlətmirəm. Taksi fəaliyyəti ilə də məşğul olmuşam, meyvə tərəvəz alveri ilə də məşğul olmuşam, başqa işlərlə. Sürücülük, ailə sürücüsü kimi işləmişəm. Yəni, çox işlərdən yapışırdım ki, ailəmi dolandıra bilim. Şükürlər olsun ki, uşaqlarım mənim görürdülər ki, mən yenə də hansı işdə işləsəm də birinci növbədə mənim öz işim, mənim öz sevdiyim işim məni çəkir də. Yəni, bu işlə məşğul olmaq istəyirdim. Şərt onda deyildi ki, tost işi ilə. Sadəcə oğlum universitetdə oxuya, o gəzirdi, baxırdı, maraqlanırdı və o gəldi, dedi ki, baba, bəlkə bu işlə məşğul olaq. Deyirəm, problem deyil mənim üçün, yer tapın, kömək edeyim, yer tapın, məşğul olaq. Deyirəm, istəyirsinizsə sizin üçün hazırlayayım. Evdə hazırladım, evdə mən tost hazırladım, verdim, dadına baxdılar və dedilər ki, yox, 100%, 1000% sənin üçün yer tapaq, başlamaq lazımdır. Allah razı olsun, köməklik elədilər, yer də tapdılar, adamları da tapdılar. Onlarla mən fəaliyyətə başladım işçi kimi birinci növbədə. Sonra yavaş-yavaş keçdim Gənclik metrosunun yanında, Kaspiyan Shoppingin qabağında. Orada davam elədim və oradan da gəldim, çıxdım Nəriman metrosunun ərazisinə. İndiki bir ildən artıqdır fəaliyyət göstəririk. Yəni də deyirəm, sizin sahənizdə Tələt bəy və sizin sahənizdə mənim alıcılarım, mən yəni inkişafa yavaş-yavaş doğru gedirəm. Allah razı olsun sizdən, çox sağ olun ki, siz mənə dəstək olursunuz, siz mənə yardımcı olursunuz, köməkçi olursunuz. Çox sağ olun. Ellər dayı, deməli, növbəti sualım belədir. Yəni, ümumilikdə bu fast food sahəsinə gəlmək istəyən, bu sahədə belə deyək də ilk addımlarını atmaq istəyən gənclərə və yaxud da ki, şəxslərə də belə deyək də ümumi götürək də, yəni hansı məsləhətlər vermək istərdiniz? Yəni hansı məsləhətləri verərdiniz ki, ilk başlarda hansı səhvlərə yol verməsinlər? Məsləhət, mən yəni heç kimə indiyənə kimi kim mənə yaxınlaşıb, kim məndən məsləhət istəyibsə, heç kimi yəni mən atkaz verməmişəm. Bacardığım qədər məsləhətimi vermişəm və gələcəyə mən yəni bizim gənclərə, hansı ki bu işlə məşğul olmaq istəyənlərə nə tövsiyə edərəm? Əgərləri siz doğrudan da
bu işi sevirsiniz. Eğer doğrudan da siz bu işlə öz gələcəyinizi bağlamaq istəyirsinizsə, qorxmayın. Heç vaxt qorxmayın. Heç nədən qorxmayın. Bacarığınız varsa, kreativ fikirləriniz varsa, hansısa bir təcrübəniz varsa, ürəklə, canla, başla sizə məsləhət edirəm. Məşğul olun. Hər bir iş olmasın tost işi, başqa bir iş olsun. Fərqi yoxdur. Heç fərqi yoxdur. Şərt onda deyil ki, hamı tost işi ilə məşğul olsun. Mən sizə açıq deyim ki, tost işi dönər işi kimi deyil. Yəni, dönər işini açan demək olar ki, uduzmur. Amma bu işi açmaq biraz çətindir nə barədə? Yəni, burada növlər çoxdur, çeşidlər çoxdur. Yəni, insan gərək, yəni onun fantaziyası böyük olmalıdır ki, bu çeşidləri, bu növləri artırsın, eləsin və nə ilənsə başqalarından fərqlənsin. Təkrar eləməklə yox. Dönər iş elədir ki, təkrardır. Yəni, hamı bir-birini təkrar edir və orada böyük bir fantaziya lazım deyil, orada böyük bir, belə, necə sizə deyim, hansısa bir bilik lazım deyil. Çünki bizdə indi dönərçi, mən dediyim kimi, yoxdur, azdır, tək-tük adamdır. Qalanı hamısı dönər satanlardır. Yəni, onlara ət gəlir, onlar sadəcə satışla məşğuldurlar. Kəsirlər, satırlar, için müxtəlif tərəvəzlərlə doldururlar. Ona çox böyük, necə deyərlər, ağıl da lazım deyil. Amma insan hansı ki fikirləşir, beynində fırlanır onun bütün bu kreativlər, yeniliklər, mən bunu elə eləyə bilərəm, qorxmayın, evdə eləyin, risk eləyin, işləyin, fantaziyazı açın, yəni göstərin və əgərləri sizdə alınırsa, ürəklə gedin, yer götürün, açın, işlədin. Pulunuz yoxdursa, adam tapın, kim o pulu sizə verib kömək eləyə bilər, ya yardımcı ola bilər, ya sponsor ola bilər, ya şərik ola bilər. Yəni, kreditə girməyin, məsləhət verməyin. Amma yəni də, əgərləri siz özünüzdən əminsiniz, özünüzdən çox verirsiniz, siz bu işi görüb və müştəri qazanarsınız, alıcı qazanarsınız və işi apara bilərsiniz, qorxmayın. İnanın ki, mən dönər işimdə 4-5 dəfə sıfırdan başlayırdım işimi. Mənim işim başlayırdı, düşürdü, təzdən açırdım, təzdən sıfırdan başlayırdım. Tost deyirəm. Tost işi də mənə bilməyin ki, göydən düşübdür və hər şey birinci gündən, hər şey birinci dəfədən əla, gözəl olub. 2 ildir mən tost işi ilə məşğulam. 2 ildir, indi mən başlayıram, yəni sizin məhəbbətinizi qazanmağa, sizin rəylərinizi qazanmağa, xoş rəylərinizi, xoş sözlərinizi görməyə, eşitməyə, hamınızı mən öz minnətdarlığımı bildirirəm, çox sağ ol deyirəm. Bütün yazılan xoş sözlərə, bütün deyilən xoş sözlərə, xoş rəylərə, yəqin ki, siz bunu ürəkdən eləyirsiniz, mən çox bilirəm, onu əminəm və yəni məni burada gözəl, kiminsə qabağında gözəl göstərmək məqsədilə yox, ürəkdən eləyirsiniz. Mən hamıya onu tövsiyə bildirəm, hamıya onu üst tutub deyirəm ki, çox sağ olun, ürəklə gördüyünüz işi görün, sevin və siz də sevilərsiniz. Necə deyərlər? Eldar dayı, məncə yavaş-yavaş yekunlaşdıraq. Mən də sizə bir son sualımı ünvanlayım. Tostçu Eldar dayının gələcək planları nədir? Yəni, bunlar barəsində bizə məlumat verərsiniz. Gələcək planlar belə də böyük deyil, belə də geniş deyil. Onun da müəyyən səbəbləri var. Çünki hamı görür, mən cavan deyiləm uje. Yaş özünü bildirir. Qabaqları gördüyüm işi... Nə qədər qoca olsam da deyərəm, cavan. Elədir.
10 minə yox, minində deyərəm. Yəni fora verə bilərəm minə. Bilirsiniz necədir? Mənim üçün çox çətindir bu işi görməyə. Mən oxuyuram kommentariyaları, bəziləri yazırlar ki, yorğun görsənirsiniz, kefsiz olursunuz, nəsə belə yavaş-yavaş siz soyursunuz. Xeyr, mən soymamışam bu işdən. Mən yorulmamışam bu işdən. Mənim yorğunluğum çox vaxtı bilirsiniz nədən olur? İşin olmamağından. Əgər iş yoxdursa, onda mən çox yorğun oluram, yorğun görsənirəm. Çox vaxtı da görürsünüz ki, bəzən ola bilsin ki, agresiv yox. Mən deməzdim, prosta mən çalışıram onu özümə əldə saxlayayım. Əgər kimsə nəsə misal üçün soruşur, hansısa bir söz soruşur məndən və həmən anda mən özümü çox yaxşı hiss eləmirəmsə, mən çalışıram o adama cavab verməyim. Çünki qorxuram. Qorxuram ki, birdən öz səhhətimə görə mən xoşa gəlməz bir hansısa bir cavab verərəm. O da təsir eləyər mənim işimə, o adamın özünə. Mən çox vaxtı çalışıram cavab verməyim və o anda ya köməkçimi diləyirəm ki, o yola salsın, o yola versin. Ya da ki, güclə də olsa bitər, cavab verib yola salarım. Amma ki, bəli, amma ki, yəni gələcəyə mənim planlarım bilirsiniz nətərdir, mən deyim sizə. Çox adam deyir ki, filialınız filan yerdə olsaydı, filan yerdə olsaydı, filan. Mən də istəyərdim, vallahi mən də istəyərdim. Amma indiki zamanədə yaxşı işi sevən adam tapmaq köməkçi kimi çox çətindir. Mən istəyərdim ki, mənim yanımda mənim iki nəfər yaxşı köməkçim olar, işi sevən adam olar, məni başa düşən adam olar və mən onda bəlkə nəsə həm onların gələcəyi üçün o yaxşı olardı ki, mənlə işləyə onlar təcrübə də yığardılar, gələcəkdə özləri də hansısa bir yer açardılar, hansısa bir yer işlədərdilər. Amma başqa bir filial açmaq üçün adam lazımdır, köməkçi lazımdır. Təəssüflər olsun ki, mənim əkizim yoxdur. Əkizim olsaydı, əlbəttə ki, əkizimi eləyərdim, o işə qoşardım, o da işləyərdi. Yəni, eyni zamanda mən 2 yerdə ya 3 yerdə ola bilmərəm. 3 yerə bölünə bilmərəm, parçalana bilmərəm. Ona görə bir yerdə çalışıram. Amma ki, əlbəttə ki, istəyərəm ki, təklif gəlsin. İstəyərəm ki, yaxşı bir, mərkəzi bir yerdə olan bir kafe kimi, restoran kimi tipli bir yer ola, mənə təklif gələ, birgə fəaliyyət göstərmək üçün ki, mən orada öz potensialımı tam açımı göstərim. Mən bayaqlar dediyim kimi, bu tost elə bir fast food növüdür ki, onun çeşidləri saysız hesabsızdır. Saysız hesabsızdır. Kimin fantaziyası nə qədərdirsə, o qədər də tost hazırlaya bilər. Nə qədər genişdirsə, o qədər də tost hazırlaya bilər. Hal-hazırda mənim reklamlarımı izləyənlər bilirlər ki, mənim yəni ofisial olaraq, rəsmi olaraq menüdə 20-dən çox çeşid var. 25-26. Hələ qeyri-rəsmi də, hansı ki menüyə daxil olmayıb, hələ onlardan da bir 10-15-i var. Hansı ki mən yerində, o balaca bir yerdə hazırlayıb təqdim edə bilirəm. Mən demirəm ki, hamısını elə olur ki, hansı bir çeşid həmən günün produktu olmur, çatmır, ya tez qurtarır, o olmur. Amma qalan çeşidlər, əsas çeşidlər var. Amma təsvir edin ki, bir restoran tipli olsaydı yer, daha genişli, daha 30 yox, bəlkə də bir 50 çeşid eləmək olardı və hər ağızda da uyğun bir çeşid hazırlamaq olardı. Çünki tost növləri o qədərdir ki, adətən deyirlər ki, biznesin uğuru nədədir? Yəni, deyək ki, bu yemək sistemində, yemək pişirmək sistemində, fast food. Yəni, sən maksimum 1 ya 2 çeşid hazırlamalısan ki, sən o biznesdən xeyir götürəsən. Nə qədər sənin çeşidin çox olsa, sən o biznesdən xeyir çox götürməzsən. Çünki sənin işin
gördüyün işin elə bir ki, parçalanır. Bir neçə dənə xırda və o istədiyin effekti vermir. Niyə görə dönərxanalar indiyənə kimi işləyir? Çünki bir çeşiddir. Onlar hamburgeri də yığışdırdılar. Qabaqları hamburger, hər dönərxanada hamburger var idi. İndi yoxdur o hamburger, heç kimdə. Ancaq dönər işləyir. Toyuq dönəri, ət dönəri. Başqa heç bir şey eləmirlər çünki bacarmırlar. Yoxdur. Bu çeşid işləyir, bu çeşid xeyir verir, bu ona yəni kifayət edir. Onunla yəni qənaət də onlara, onunla onlar kifayətlənirlər. Amma mən sizə yapışmışam elə bir sistemdən ki, hansı ki, ucu bucağı yoxdur. Yeni nəsil sizə deyim, tək yeni nəsil yox. İndiki zamanədə insan gəlir, misal üçün, sən nəsə istehsal edib satırsan, gəlir onu dadır, bəyənir, bir dəfə, iki dəfə, üç dəfə, dördüncü dəfə gəlir ki, mənə yeni bir şey düzəlt. Bəlkə yeni bir şey nəsə hazırlanırsan. Bu dad ona nətər sizə deyim, yorub. Bu yeni nəsə axtarır. Məcbursan yeni bir çeşid. Onun dadına baxır, yeyir, gəlir, bəlkə yeni bir şey düzəldəsən. Məcbursan yeni bir şey hazırlamağa. Asan iş deyil bu sizə deyim. Hər dəfə kimsə nəsə yeni istəyirsə, onun qabağına o yeniliyi çıxardıb qoymaq və onu təəccübləndirmək və onun üçün xoş olsun deyə çox çətin bir şeydir. Yəni də çalışırıq onun da öhdəsindən çıxaq. Amma ki, mənim üçün çox çətindir. Bəli, mənim üçün çox çətindir. Və gələcəyə deyirəm, yəni də, belə bir təkliflər olsa, mən o təkliflərə yəni də baxmağa hazıram. Təbii ki, işlətdiyim yer mən bağlayan deyiləm, onu itirən deyiləm. Çünki çox adam buranı tanıyır indi. Nəriman metrosunun ərazisində gəlir, məni orada axtarır. Allah razı olsun. 2 gün bundan qabaq axşam saat 9 idi, onun yarısı idi. Çörəklərimiz qurtarmışdı. 9 idi, səhv eləmirəmsə. Çörəklərim bitmişdi. Gələn mən üzr haqlı ilə, yəni deyirdim ki, bəs belə olub da, haralardan gəlmirlər. Bir ailə gəldi. Mən çox o zaman pis oldum, özümdə elə. Bir ailə gəldi, arvad, 3 körpə uşaq. O gəldi, o tostun dadına baxıb, çünki məni izləyirdilər onlar. Və mən deyəndə ki, çörəyim qalmayıb, çöndü mənim üzümə ki, bəs mən neyniyim ki, tostları çörəyim qalmayıb. Mən bu zonlardan ailəmi götürüb, durub gəlmişəm, sən də mənə burada deyirsən ki, çörəyin qalmayıb. Vallahi mən deyirəm, mən elə pis oldum ki, kaş ki mən bilsəydim, əgər mən bilsəydim ki, bu adam gələcək ailəsi ilə, körpə uşaqları ilə, mən artıq çörəyimi sifariş verərdim, çörək qalardı, onun qoxusu yoxdur, amma belə olanda, yəni də mən o insanın qabağında üzr haqlıq istəyirəm. Sən uşaq olmasaydı, mən normal onu şey deyərdim. Prosta körpə uşaqlarını götürüb gəlib bu zonadan gecə vaxtı saat 9-dakı tostların dadına baxsın, uşaqları sevindirsin. O mənə təsir elədi, pis təsir elədi. İnşallah, əgər o ailə məni görürsə, eşidirsə, mən sizi dəvət edirəm, başqa bir vaxta gəlin. Sizin üçün mən böyük endirim də eləyərəm. Sizə xüsusi, necə deyərlər, qulluq eləyərəm, bəli. Bax belə. Bir də ki, mən öz izləyicilərimdən çox xahiş edərdim ki, çox adam bilir ki, bu mənim oğlumdur, çoxsa, elə bilir ki, yox, oğlum deyil. Sadəcə biz bir yerdə çalışırıq, dostluq edirik, amma onu mən oğlum kimi qəbul edirəm. Biraz da oxşarlığımız var, çox onu deyir. Bizim indi hal-hazırda yəni gələcəyə fikrimiz var. Bir film var. Filmlər. Bir neçə film layihələri var, hansında ki mən də iştirak edəcəm. Yəni mən də orada üzr istəyirəm belə göz eləyəcəm.
sizin dəstəyinizi istəyirəm ki, siz bizə dəstək olasınız. Mənim gənc yoldaşlarıma, dostlarıma, əməkdaşlarıma dəstək olasınız. Nə formada dəstək? Siz onu təyin edin, müəyyən edin. Bəli, özünüz qərar tutun. Amma ki, o filmlər haqqında bizim reklamlarımız çıxır. Siz onları izləyin və orada hər şey deyilir, göstərilir və lazımı informasiyanı siz oradan ala bilərsiniz. Kastingdə keçirilir. Bəli, kastingdə keçirilir, yəni iştirak edə bilərsiniz. Çox-çox xahiş edirəm, çox-çox sizə müraciət edirəm ki, yəni köməklik göstərsiniz, dəstək olasınız bizə. Həm mənəvi, həm də ki, başqa cürə siz bilərsiniz. Onu artıq sizə bax. Bəli. Buna vurğulamaq istəyirəm ki, Eldar dayı bizim film layihələrində elə real həyatda olduğu kimi Tostçu Eldar dayı rolunu oynayacaq. Yəni yaxın belə deyək aylarda çəkilişlərə başlamağı planlayırıq inşallah. Yəni dəstək ola bilərsiniz. İstər mənəvi, istər siz özünüz qərarlaşdırın. Yəni kastingdə də iştirak edə bilərsiniz, aktyor kimi də qoşula bilərsiniz. Bugünkü videomuzu məncə yekunlaşdıraq. Kanalımız yeni kanaldır. Eldar dayı ilə daha çox videolar görmək istəyirsinizsə kanala abunə olun. Videolarımızı bəyənin, rəy yazın. Qarşıda Eldar dayı ilə bir neçə dənə də videomuz olacaq. Yəni onları da belə deyək, Eldar dayı ilə öz aramızda razılaşandan sonra anons edəcəm sizə. Bir daha həm öz adımdan, həm Eldar dayının adından Ares Pub restoranının rəhbərliyinə bizə belə bir şərait yaratdıqları üçün təşəkkür edirəm. Çox sağ olsunlar. Yəni bizə çəkilişə bir şərait yaratdılar. Yəni məkanda da gəlib istirahət edə bilərsiniz. Slavyan mətbəxinin və yaxud da ki, yerli mətbəxdən çeşidlərin dadına baxa bilərsiniz. Eldar dayı, buyurun siz də son sözlərinizi deyin və yekunlaşdıraq. Bayaqları, yəni Tələt bəy hər şeyi dedi. Mən öz tərəfimdən nə qədər ki yadımdan çıxmayıb, məni izləyənlərə, hamısına çox sağ ol deyirəm. Allah razı olsun sizin hamısından. Mənim alıcılarıma, gələnlərə, gəlməyənlərə, mənim haqqımda kim nə rəylər yazırsa, xoş rəylərə də görə var, başqa rəylər də var, başqa sözlər də yazırlar. Hamıya mən çox sağ ol deyirəm. Mən öz tərəfimdən məni tanıyan, məni o vaxtdan bilən, mənim yaxınlarım var, qohumlarım var, mənim dostlarım var, mənim qonşularım var. Mən hamını bir-bir yəni sadalayıram, hamıya bir-bir çox sağ ol deyirəm ki, siz məni izləyirsiniz. Gələ bilməsəz də, yenə də izləyirsiniz, mənə dəstək olursunuz. Bu da böyük bir dəstəkdir. Çox adam görür, bəli, gələ bilmirsiniz, başa düşürəm. Mən demirəm ki, hökmən gəlib, hökmən dadmalısınız, bilməlisiniz. Amma sizin elə baxışlarınız, sizin rəyləriniz, sizin abunə olmağınız mənəvi dəstəkdir. Bu çox böyük bir dəstəkdir. Çox sağ olun. Bir-bir hamınızı mən qucaqlayıram, öpürəm, bağrıma basıram. Hamınızı görməyə şadam. Kim gəlir məndən görüşməyə? Bəzən elə olur ki, vallahi o balaca fanatlar var, uşaqlar. Elə xoş olur. Biri görsən ki, ata, ana ilə gəlirlər. Qaçırlar mənim qabağıma, qucaqlayıb, öpüşürlər, şəkil çəkmək. Çox sağ olun. Öpürəm sizi hamınızı, balacaları da öpürəm. Allah xoşbəxt eləsin sizin balalarınızı, oğullarınızı, qızlarınızı. Allah necə deyərlər, onları elə xoşbəxt böyütsün ki, sizin üçün nümunə olsunlar, sizin üçün, yəni sizin gözünüzdə onlar elə böyüsünlər ki, sizə də siz onlarla fəxr eləyəsiniz, şərəf olsunlar, şərəfli olsunlar. Öpürəm sizin hamınızı. Yəni də bayaqları Tələt dedi, mən də Ares Pub restoranına, müdiriyyətinə, işçilərinə, bütün heyətinə çox sağ ol deyirəm. Öz adımdan da, Tələtin adından da Allah razı olsun. Yer ayırdılar, imkan verdilər bizdə. Hərdən bir bəziləri yazır ki, mən yəni bunlardan gəlib buradan pul alıram, bunları edirik. Yox, biz dostluq edirik.
Biz dostluq edirik, biz bir-birimizə çalışırıq, dayaq olaq. İndiki zamanlarda siz bilirsiniz ki, əgər bir-birimizə dayaq, dostluq, yəni mənəvi bir köməklik eləməsə çox çətindir. Çox çətindir. Biz heç olmasa gərək bunların ehtiyacları yoxdur. Üzr istəyirəm. Yəni mənim reklamıma heç kimin ehtiyacı yoxdur. Heç kimin. Hər kəs öz işini görür. İşini bilən adam öz işini görür. Mən sadəcə biz dostluq deyə gəlib onlar mənə yer verirlər öz səhifələrində. Mən onlara yer verirəm öz səhifələrində. Çalışıram ki, bir-birimizə kömək eləyək. Çox sağ olsunlar, Allah razı olsun. Yəni də deyirəm, mən hazıram, mən gözləyirəm, sizin yolunuzu gözləyirəm. Nə vaxt gəlsəz, Eldar dayısının qolunuzdadır. Mən uşaqla uşağam, cavanla cavanam, böyüklə böyükəm, qoca ilə qocayam. Mən sizinləyəm. Sağ olun. Sağ olun. Videonu bəyənməyi, kanala abunə olmağı və rəy yazmağı unutmayın. Görüşərik.